Şimridun ilə Hüseyn eşkin düşüb sevdasına. Şimridun ilə Hüseyn eşkin düşüb sevdasına. Rey həvasına biri birisi bəla səhrasına. Şimridun yağmaya verdi din ilə imanını. Mülk reydən ötürü tərk etdi bütün vicdanını. Təşnə öldürdü. Təşnə öldürdü su üstə Kərbəla mehmanını. Baxmadı nə Əsxəru, nə Əkbəru Əbbasına. Şimridun ilə Hüseyn eşkin düşüb sevdasına. Rey havasına biri birisi bəla səhrasına. Bu Hüseynə eşkidə kimsə bərabər durmasın. Xahi İbrahim-u İsmail mükərrər durmasın. Kəbədən yağsın məqamı, bəlkə Hacər durmasın. Qürbüdə yetməz məqamı, Kərbəla minasına. Şimridun ilə Hüseyn eşkin düşüb sevdasına. Rey həvasına biri birisi bəla səhrasına. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli hüseynçilər, dəyərli əzadarlar, hər vaxtınız xeyr olsun. Söz verdiyimiz kimi bu axşam yenə də xeymə önündə evlərinizin qonağıyıq. Hər axşam çalışırıq bu 10 gündə bizim dəyərli, hörmətli ilahiyyətçilərimiz və Rozaxanlarımız, şairlərimiz bizim xeymə önündə sizlərin xidmətində ola. Bugün də inşallah Azərbaycanımızın çox dəyərli, sevilən, öz elmi ilə, ədəbi ilə, sözləri ilə, muizələri ilə illərdir bu xalqın xidmətində olan mənim dəyərli ilahiyyətçi qardaşım Hacı İlqar studiyamızın qonağıdır. Hacı, xoş gəlmişsiniz. Salamlayıram sizi, təşəkkür edirəm, minnətdaram dəvətinizə görə. Allah razı olsun inşallah. Çox şadam ki, bir verilişi bölüşürük. Elhamdülillah. Və fürsətdən istifadə edib həm sizə, həm Əhl-i Beyt sevər xalqımıza və bütün Əhl-i Beyt sevər müsəlmanlara bu hüzün günləri münasibəti ilə başsağlıq diləyirəm. Allah razı olsun Hacı. Mən də öz adımdan, studiyamızın bütün əməkdaşları, rəhbərliyi adından və eyni təqdirdə bizi izləyən hüseynçilər adından sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu günlər hamı bilir ki, əzalı günlərdir, məxsusən də ruhanilərimizin boynuna bir məsuliyyət düşən günlərdir ki, bizə vaxt ayırmısınız, təşəkkür edirəm sizə. Hacı, məlum ki, Mühərrəm ayının əvvəl 10 günlüyünü yaşayırıq. Bu 10 günlük barəsində Əhl-i Beyt əleyhissalam və bizim bir çox alimlər, üləmalər, müştəhidlər, ürəfalər, ariflərin bizə olan tövsiyələri olub. Amma mənim ilk sizdən istəyəcəyim bir suala cavab ki, bax, Kərbəla, Kərbəlanın mahiyyəti. Bir qədər bu haqda danışaq inşallah. Bismillahirrahmanirrahim. Kərbəla, Aşura bir məktəbdir və bu məktəbin müəllimləri var, bu məktəbdə öyrədənlər, tədris eləyənlər var. Bu məktəbin müəllimi Həzrəti Hüseyn əleyhissalam, Əliyə Əkbər, xanım Zeynəb və digər şəhidlər və əsirlərdir. Hamı üçün ala biləcək dərslər var burada. Yeniyetmələr üçün Həzrəti Qasim müəllimdirsə, gənclər və cavanlar üçün Əliyə Əkbər, hətta yaşlı, qoca, ahıl insanlar üçün belə Həbib ibn Məzahir var bu məktəbdə. Öyrədiləsi çox şeylər var Aşura məktəbindən. Nə öyrədirlər bizə? Fədakarlıq öyrədirlər, məhəbbət öyrədirlər, xidmət, itaət öyrədirlər. Mənim ən çox diqqətimi çəkən, ən çox ürəyimə yatan, belə deyək, hamısı ürəyə yatandır təbii ki, ən çox sadəcə insanın ürəyini oxşayan dərslərdən biri Aşura məktəbində itaətdir, imama olan itaət.
məmum və imam münasibətləri. Ki bu çox diqqəti cəlb eləyir o səhrada, o qanlı gündə. Ümumiyyətlə Kərbəla şəhidlərini əzəmətli eləyən İmam Hüseyn əleyhissalam ki imamdır. Bu öz yerində. Yəni o şəhid olmasa da əzəmətlidir. Evet. O şəhid olmasa da imamdır. Amma yerdə qalan şəhidlərə əzəmət verən başlıca xüsusiyyətlərdən biri də elə məhz budur. İmama itaət. İmam sözünün qarşısında söz deməmək, təslimçilik ruhiyyəsi. Çox qəribə bir abu-hava var bu cəhətdən Kərbəla şəhidlərində, onların ruhiyyəsində. Mən nümunələrə işarə eləməmişdən qabaq bir məsələni istəyirəm diqqətinizə çatdıram. İnşallah. O da budur ki, baxın, itaət nə rol oynayır insan həyatında? Mən əgər Allaha itaət eləsəm, mən əgər imam sözünə itaət eləsəm, mənə veriləcək töhfə nədir bu itaətin qarşılığında? İtaətin ən əsas xüsusiyyəti bax bundan ibarətdir ki, itaət eləyən şəxs itaət olunanın aynasına çevrilir. İtaətin xüsusiyyəti budur. İtaət eləyəni itaət olunanın aynasına çevirir. Yəni insan o qədər itaət eləyir başqasının sözünə, başqasının əmrinə, yavaş-yavaş öz iradəsi aradan gedir. İtaət elədiyi şəxsin, varlığın iradəsi hakim olur insanın vücudunda. Və insan olur onun aynası. Baxın, bir növ bənzəyir ki, bir kimsə kimsə təlqin eləyirsə, mən belə başa düşdüm. Yəni, ümumən sənət adamlarından götürək ki, misal üçün, biri bu cür səhnə davranışı var, mən də baxım onun kimi olum. Bəli. Baxan, o itaət olunan, təqlid olunan şəxsi görür sanki. Baxın, məsələn, əl. Bir əl əgər Allahın əmri ilə fəaliyyət göstərsə, bir müddətdən sonra artıq o əl sahibinin əli deyil. Allahın əlidir. Nəyə görə? Çünki onun iradəsi ilə fəaliyyət göstərir. Mən bir nümunəsini deyirəm sizə, ondan sonra gələk Kərbəlanın üzərində tətbiq eləyək. Baxın, məsələn, Həzrət Əli əleyhissalamın və bu bir çox imamlarında da belədir, Həzrət Əli əleyhissalamda da belə, Yədullah deyirlər əleyhissalama, Allahın əli. Nəyə görə Allahın əlidir? Çünki o qədər Allahın iradəsini tətbiq eləyib öz əlində, əl artıq onun əli deyil. La ilahə illallah. Demək, Həzrət Əli əleyhissalam təvaf eləyir Kəbəni. İkinci xəlifə də əyləşib Məscidül Həramda təvaf eləyənlərə tamaşa eləyir. Hərə bir işlə məşğuldur, bir dəstə də təvafla məşğuldur. Həzrət Əli əleyhissalam da təvaf eləyənlərin sırasındadır. Bu zaman Həzrətin gözü sataşır, görür bir cavan təvaf əsnasında gözü dinc durmur, naməhrəmə baxır. Yəqin ki, Həzrət bir dəfə, iki dəfə ona xatırlatma eləyir, amma növbəti dəfə Həzrət bir zərbə indirir ona, nəhy əz münkər vəzifəsini icra eləyərək. Yəni, bu işi görmək olmaz, bu iş haramdır, bir dəfə sənə deyildi, özünü yığışdırır. Yığışdırmır, Həzrət ona fiziki təzyiq göstərir, zərbə indirir ona. Bu da üzün tutur, qaçır xəlifənin yanına şikayət eləməyə ki, məni vurdular. Soruşur ondan ki, sənə kim vurdu? Deyir ki, Əli ibn Əbi Talib. Baxın, xəlifənin sözünə görün nə gözəl söz deyir. Bu söz çox gözəl sözdür və dəqiq sözdür. Deyir ki, mən neyniyə bilərəm? Rəətkə aynullah, zarabətkə yədullah. Səni görən Allahın gözüdür, vuran Allahın əlidir. Allahu Ekber. Nəyə görə Əli eynullahdır, Allahın gözüdür? Nə üçün Allah əmirəl-müminin Allahın əlidir? Çünki bu göz onun iradəsi ilə hərəkət eləyib həmişə. Əleyhissalam öz gözünü öz iradəsi ilə yox, Allahın iradəsi ilə idarə, ona təslim eləyib, ona buraxıb. Əl Allahın əmri ilə iş görüb deyə öz əli deyil artıq, onun iradəsi. Biz öz həyatımızda da bunu müşahidə edə bilərik. Məsələn, həmişə bu nümunəni çəkirəm, misal çəkirəm. Məsələn, görürsən bir insan məscidə gedən adamdır. Məsələn, cəmaət namazlarında iştirak eləyir. Azan veriləndə məsciddə olur, cəmaət namazına qoşulur. Bu insan bir müddətdən sonra azan veriləndə ixtiyarsız məscidə tərəf yüyürür. Bu iradə onun öz iradəsi deyil, onu qaçırdan. Bu Allahın iradəsi. Nəyə görə? Çünki o qədər bu işi təkrar edib həyatında, o qədər
Allahın bu sözünə əhəmiyyət verib, artıq onun öz iradəsi deyil onu məscidə sürükləyən, məscidə dartan, belə sürükləyən biraz çobud çıxa bilər, dartan. Allahın iradəsidir ona. Bu biz öz həyatımızda müxtəlif nüanslardan bu cür istifadə edə bilərik. Birdən-birə mümkündür insan o cür olmasın. Amma addım-ba-addım, yavaş-yavaş öz həyatında öz əməllərini, öz rəftarını tənzim eləməklə bir müddətdən sonra öz iradəsini Allahın iradəsi ilə əvəzləyə bilir öz həyatında. Olur müti. Allaha itaət eləyən insana da baxanda istər-istəməz itaət olunanı müşahidə eləmək olur. Məsələn, Kərbəlada belə idi. Kərbəla şəhidləri, Kərbəla əsirləri hətta onların özlərindən bir iradələri yox idi. Onlar özlərini təslim eləmişlər imama. İmam nə desəydi o idi. Bəlkə belə eləməyək, xeyr, belə bir söz yox idi onların. Belə bir sözləri yox idi. Məsələn, baxın, Həzrəti Əbbas o cür şiddətli susuzluq qarşısında tab gətirir və suyu içmir. Deyir, əgər mənim mövlam susuzdursa, bu iradə onun öz iradəsidir. Bu İmam Hüseynin iradəsidir. Bu Allahın iradəsidir. Və ki, deyirik, itaət eləyəni, itaət olunanın aynasına çevirir. Bunun bariz nümunəsi bir söz nədir Kərbəlada? İmam Hüseyn əleyhissalam Həzrəti Əbbas ağa üçün bir söz işlədir. Ki, o söz qəribə sözdür. İlk baxışdan insana qəribə gəlir. Necə ola bilər? Məsum olan bir şəxs, məsum olmayan şəxsin barəsində belə bir söz işlətsin. O söz nədir? Binəfsi ənt ya əxi. Canım sənə qurban. Məsum, qeyri-məsuma belə bir sözdür. Axı, məsumların öz istəklərindən, öz, necə deyərlər, emosional, öz hisslərinə qapılıb sözlər işlətmirlər heç vaxtı. Mən elə belə deyərəm, onlar nə danışıbsa Allahın sözüdür. Allahın sözüdür. Ona görə də lisanullah, Allahın dili deyirlər onlara, Allahın gözü deyirlər. Quran-ı Kərim də buyurur ki, və ma yantiqu anil hava. Peyğəmbər öz nəfsindən söz danışmır. İn huve illa vahyun yuha. Onun sözü Allahın sözüdür. Bu əleyhissalama da aiddir. Bu İmam Hüseyn əleyhissalama, yəni Allah övliyası, Allahın vəsisi, xəlifəsi gərək belə olsun. Başqa cür ola bilməz. Və necə olur ki, İmam Hüseyn əleyhissalam bu təbii ki, qardaşlıq hissindən qaynaqlanmır ki, desin ki, canım sənə qurban. Bu söz bir sözdür, bunun bir dəlili var, bunun bir hikməti var Həzrət bu sözü. Bəs nə üçün qeyri-məsumun barəsində bu sözü işlədir? Bunun bir dənə cavabı var. İmam Hüseyn Həzrəti Əbbasda özün görür. Allahümmə sallam Muhammed. Həzrəti Əbbasda özün görür. O qədər itaət eləyib əvvəl-fəzağa, özü deyil ki, İmam Hüseyn əleyhissalamın iradəsidir onun vücudunda. İmam Hüseyn əleyhissalam ona baxır, özün görür. Quran-ı Kərimdə ayə var. İnnallaha və mələikətəhu yusalluna alən-nəbi. Allah və mələklər peyğəmbərə salavat deyirlər. Çox maraqlıdır. Necə olur ki, Allah ki hamıdan ucadır, ondan ucası yoxdur ki, hər nə var ondan sonradır. Necə olur özündən aşağı məxluqa salavat deyir peyğəmbərə. Və hamını da dəvət edir ki, gəlin qoşulun. Mələklər deyir, ay möminlər, siz də gəlin qoşulun, bu varlığa, bu vücuda salavat deyin. Nə üçün? Bunun bir dənə cavabı var. Çünki Peyğəmbər əbduhu və rəsuluhdur, əbddir. Əbdin heç vaxt özündən bir şey olmaz. Biri gəlir qul bazarından qul almağa, deyir ki, mən xahiş edirəm, vaxtımız... Yox, geniş, rahat. Qul bazarından qul almaq istəyəndə gəlir, yaxınlaşır birinə, deyir ki, mən bu qulu almaq istəyirəm. Bunun nədir bunun bir xasiyyəti, xüsusiyyəti? Mənə bir tərif eləyin bunun barəsində. Deyir ki, bunun xüsusiyyəti belədir ki, özünə yaxınlaşır qula ki, mən istəyirəm səni alam. Sən nə yeyirsən? Bilim də mən. Qula sual verir. Quldan sonra ki, sən ümumiyyətlə nə yeyirsən, nəyi xoş deyirsən ki, mən görüm sənin öhdəndən gələ bilərəm, yoxsa yox. Deyir ki, ağam nə versə onu. Deyir, yaxşı, bəs nə giyirsən? Hansı parçadan istifadə edirsən? Olur da insan bəzi görürsən, parça bədəninə düşmür. Deyir ki, ağam nə geyindirsə onun, harada yatırsan, harada yatızdırsa onu. Bax, buna deyirlər qul, buna deyirlər əbd, buna deyirlər bəndə. Allah insandan bu cür bəndəlik istəyir. Əhl-i-Beyt imamları bu cür idilər. Allah. Peyğəmbər də belə idi. Quran-ı Kərim onun barəsində
Subhanallahi'l-lezi əsra bi abdihi leylan minəl məscidil haram iləl aqsa'l-lezi. Allah pakdır o Allah ki öz bəndəsini gecə ikən Məscidül Haramdan Qüdsə doğru apardı. Bəndəsini, bu söz balaca söz deyil ha. Peyğəmbərin barəsində Quran deyir ki, o bizim bəndəmizdir, əbddir. Biz də buna şəhadət veririk namazımızda, təşəhhüddə gün ərzində ən azı bir 10 dəfə biz buna şəhadət veririk ki, bəl əbduhu və rəsuluhu. Onun əbdidir, bəndəsidir, sonra Peyğəmbər. İndi ki Peyğəmbər belədir, əbd gərək öz mövlasını göstərsin öz vücudunda. Ona görə Allah baxır Peyğəmbərə, özünü görür. Deyir, buna salavat deyin. Mələklər, mən özüm də salavat deyirəm. Mələklər, siz də deyin, möminlər, siz də. Başqa cür ola bilməz. Allah özündən aşağı heç vaxt salavat deməz. Bu, odur ki, bu onun göstəricisidir ki, Həzrəti Peyğəmbərin vücudu Allahın aynasıdır. Allahümme sallam Muhammed və Muhammed. Nə gözəl. Allahümme sallam Muhammed və Muhammed. Bu, Kərbəlada da öz əksini tapmışdı. Kərbəlada biz Həzrət Əhbas ağanın vücudunda bunu görürük. Biz başqa şəhidlərin vücudunda bunu müşahidə edirik ki, onlar əbd idilər. Onlar İmam Hüseyin əleyhissalamın qarşısında müti idilər. Ona görə İmam Hüseyin əleyhissalamı göstərirdilər. İmam Hüseyin əleyhissalamı əks elətdirirdi onların vücudu. Bir şəhid Səid adında, mən itaəti istəyirəm tərənnüm eləyəm bu hadisəni danışmaqla. Deməli, neçə gün yol gəldi ki, özünü çatdırsın Kərbəlaya. Bir neçə gün qalmışdı, gəldi, çatdı. Aşiq idi. İmam Hüseyin əleyhissalam üçün əldən ayaqdan gedirdi. Səid adında bir şəhiddir. Özünü çatdırır Kərbəlaya. Az günlər, sayılı günlər qalmışdı Aşuraya. İmam Hüseyin əleyhissalamı görən kimi əvvəl özündən gedir. Bu neçə gün ərzində deyirlər, nə çörək yeyir, nə su içir. Allahu Ekber. Deyirlər ki, olam sən biraz sudan içmə. Dedi, yox, gözləyirəm ki, anasının əlindən alıb içəcəyəm. Aşiq idi. İmam Hüseyin əleyhissalama baxırdı, hər şey yadından çıxırdı. Bu şəhid, o şəhiddir ki, İmam Hüseyin əleyhissalam namaza dayananda Aşura günü bir neçə nəfər qoruyurdular o namaz qılanları. Biri də Səid idi. Dolanırdı pərvanə kimi. Daş atırdılar, sinəsini verirdi qabağa, ox atırdılar, özü. Əlindən gələn eləyirdi ki, İmam Hüseyin əleyhissalama tərəf nə bir ox getsin, nə bir nizə getsin. Çünki düşmən rahat dayanmırdı, boş dayanmırdı, namaz qılırdı Həzrət orada. Onlar mane olurdular ki, Həzrət namaz qılmaz. Və bu bir neçə nəfər ki, qoruyurdular, bir də Səid idi. Özün gücü, neçə dənə, ondan çox, dəqiq rəqəm yadımda deyil, amma ondan çox nizə dəymişdi bədəninə. Özün güclə saxlayırdı ki, bir İmam Hüseyin əleyhissalam namazı bitirsin, bu ondan sonra yıxılsın. Elə ki, İmam Hüseyin əleyhissalam, Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh dedi, Səid yıxıldı da, özün güclə saxlamışdı. Allahu Ekber. Bir neçə saniyədən sonra hiss elədi ki, başı yerdən götürüldü, qanlı gözlərini açanda gördü İmam Hüseyin əleyhissalam başının üstündədir. Baxın, bu söz adamın ürəyinə alov salır, od salır. İmam Hüseyin əleyhissalama baxan kimi dedi ki, Ağazan, həl vəfəytu, məndən razısan. Mən vəfalı ola bildim, mən öz əhdimə vəfa eləyə bildim. Baxın, bu daha neyniyə bilərdi Səid bundan artıq? İmam Hüseyin əleyhissalam dedi ki, qət vəfəytə. Səid, bəli, əlbəttə ki, vəfa elədi. Və ondan sonra bu söz dedi ki, anam səni gözləyir, anam behişdə, cam əlində sənin intizarında və biz də gəlirik. Biz də bir neçə saatdan sonra qovuşacağıq sənə, bizim salamımızı çatdır. Bunlar müti idilər. İmam Hüseyin əleyhissalamın qarşısında özlərindən bir iradələri yox idi. İradə. Çünki baxın, insanın ümumiyyətlə təbiəti belədir. Bir təhlükə, bir nəysə ona tərəf gələndə istərsəm özün qal. Bu ixtiyarı deyil ha. Mən diqqət eləmişəm yoxsa yox. Məsələn bir daş parçası, qəlpə insana doğru gələndə insan hiss eləsə o saat özü ixtiyarsız qaçırdır özü. Səid özün qaçırmırdı ki, heç. Qoy mənə özün verirdi ki, qoy mənə dəysin. İmam Hüseyin. Bu iradə insanın öz iradəsidir. Yəni xeyr, bu Allahın və imamın, Allah höccətinin qarşısındakı təslim olmanın, itaətin nəticəsidir ki, artıq iradə öz iradəsi deyil. İlahi bir iradədir və bunu ilə özünü fəda eləyir Allahın vəlisinə və bu dediyim kimi itaətin nəticəsi və göstəricisi. Bax, məlum,
Bayaqlar siz Qəmər Bəni Haşim Həzrəti Əbəlfəzlə Abbas əleyhissalamın adı apardınız. Hətta Kərbəla hadisəsindən sonra xanım Ömürbəni salamullahi əleyhaya Əbəlfəz haqqında sual veriləndə xanım belə cavab verir ki, onu məndən yox, səndən soruşur. Hər zaman. Ki, sən sağ olaydı ondan. Çünki niyə? Hətta biz bunu bəzi məktəllərdə, rozələrdə, mərsiyələrdə rast gəlmişik buna ki, deyir, doğulan gündən o elə Həzrəti İmam Hüseyin Əsəlamın dizində böyümüşdü Həzrəti Əbəlfəz. Ona görə bənzəri o idi. Və təbii ki, verilişimizin axarındayıq. İstəmirik sizdən ayrılaq, amma bu şirin söhbətlər o qədər gözəldir ki. Hacı, sonuncu sualım bu belə olsun. Niyə məhz İmam Hüseyin? Yəni bu hadisələr ki, Kərbəla cərəyan edir. Niyə məhz Allah İmam Hüseyni seçdi? Bəli, bu ilahi bir hikmətdir. Allahın işindən bizim məlumatımız yoxdur. Allahın iradəsindən bizim məlumatımız yoxdur. Hətta Həzrəti Peyğəmbərdən belə bir nəql olunur, hekayə, hədis ki, Ümmü Sələmə deyir, girdim Həzrətin huzuruna, gördüm İmam Hüseyin əleyhissalam qucağındadır və Həzrət öpür, ağlayır. Ağlamağının səbəbini soruşdum. Dedi ki, mənə qardaşım Cəbrail məlumat verdi ki, bu uşaq hansı faciəvi şəkildə şəhadətə çatacaq, ümmət tərəfindən qətlə yetiriləcək. Deyir, mən dedim ki, ya Rasulallah, sən Allahın yaxın bəndəsisən, istə, dua elə, qoy Allah bunu götürsün də, götürsün İmam Hüseyinlə. Çox istəyirsənsə Hüseynin belə faciənin dözülməzsə sənin üçün, niyə dua eləmirsən? Həzrət şey, elə dua elədim. Mən istədim Allahdan, amma Allah mənə dedi ki, mən qəbul eləyə bilərəm. Amma bu şəhadətin arxasında bir neçə dənə özəllik istəyirəm verəm İmam Hüseyin əleyhissalama. Bu nəvəvə, bu göz ürəyimin parasına mən bir neçə özəllik heç kimə verməmişəm, onu vermək istəyirəm. Əgər istəyirsən, qazansın, yolu budur. Gərək bu imtahandan çıxsın. Yox, əgər istəmirsənsə, deyir, mən ona görə razı oldum. Razı oldum ki, çətindir, amma razı oldum ki, eybi yoxdur. Qoy o özəllikləri əldən verməsin ki, biri torpağında şəfanın olmasıdır, türbətində şəfa var. Heç bir torpağı yemək caiz deyil, amma Kərbəla türbətindən şəfa məqsədinə bir qədər yeməyi, fəqihlərin də fətvası budur ki, caiz insanlar yeyə bilər. Bir də 11 imam onun sülbündəndir. Yəni 10 imam, belə deyək. İmam Hüseyin əleyhissalamın, İmam Həsəndən yox, İmam Hüseyin əleyhissalamın sülbündən, nəslindən davam eləyəcək. Bu özəlliklərdir ki, İmam Hüseyin əleyhissalama Allah nəzərdə tutub, şərti də budur ki, gərək Kərbəlanı yaşasın. Peyğəmbər deyir ki, mən daha demədim, bir söz demədim, razı oldum ki, eyb yoxdur. Bu özəlliklər, keçiləsi özəlliklər deyil. Yenə də bilmirik Allahın hikməti. Bir neçə şeylər ki var, hacı bizə tövsiyə olunub. Siz dəyərli ustadlardan biz bunu çox eşitmişik. Yəni il ərzində olan bu matəm günləri ki var, bu məsumlarımızın ki 13 məsumun şəhadət günlərində görərsən bir gün əzadar olur, 3 gün əzadar olur. Yəni bizə uzağı bir gün qara giyərik, düzdür. Amma ümumən qara giyib ibadət etmək özlüyündə, yəni bəyənilməz, belə eşitmişik də, belə bilirik. Amma yeganə İmam Hüseyin əleyhissalamın əzasına 10 günlük qarası var. Onun böyük bir fəziləti var. Və yeganə məsumdur ki, ərbəyini var. 40 mərasimi keçirilir İmam Hüseyin əleyhissalam və hətta Peyğəmbər üçün də nəzərdə tutulmuyub. Amma İmam Hüseyin əleyhissalam bu mövzuda özəldir, seçilir və tövsiyə olunub ki, 40 mərasimi də Həzrət üçün keçirilsin. Bu tamam fərqli bir məsələdir. İmam Hüseyin əleyhissalamın məsələsi, Aşura, söz çoxdur, yəni çoxdur danışmaq. Hacı, sonunda istəyərdim ki, bu Məhərrəm ayının bu günlərində, yəni hər dildə, hər nəfəsdə bir böyük hacət, bir böyük istək var. Dua eləyək, biz amin deyək. Allah bizi dünya və axirət bu məktəbdən ayrı salmasın. Dünyada İmam Hüseyin əleyhissalamın ziyarətin, axirətdə şəfaətin bizə nəsib eləsin inşallah. Və İmam Hüseyin əleyhissalamın qanının hörmətinə, Kərbəla şəhidlərinin ehtiramına dünyada bütün müsəlmanları öz düşmənlərinə qalib eləsin və İmam Zaman əleyhissalamın zuhuru ilə hamımızı sevindirsin.
Allah razı olsun. Dəyərli izləyicilərim, Allah sizləri qorusun. Bugün bizim xeymə önündə çox qiymətli bir qonağımız, əziz qonağımız, dəyərli ilahiyyatçı Hacı İlqar qardaşım oldu. Mən Hacı sonda yenə sizə özlərinin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, yəni bu Məhərrəmin belə yaxşı, lor deyədi, işin gücün çox vaxtında bizə vaxt ayırdınız. Minnətdaram. Sonda yenə siz dəyərlilərim deyirəm, hər kəs ki, Hüseyn tək olmaz aşiq, zövqi ələm-u səfanı bilməz. Nuş eyləməyən meyi bəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Allah təbarək və Teala Kərbəlanın feyzindən həm sizləri, həm bizləri ayrı salmasın. Bizləri dua etməyi unutmayın, Hüseynsiz olmayın. Sabah ilə günün bu vaxtına qədər xeymə önündə görüşməyi ümidi ilə. Sağ olun, salamat qalın.